Dəyərli qardaşlar, Allaha imanın üçüncü hissəsindən danışırıq. O da nədir? Uluhiyyəsi, Allahın ilahlığı. Elm əhli buyurur ki, qul ibadətlərində Allahı təkləşdirir. Belə ki, tək ona ibadət eləyir, heç bir şey Allaha şərik qoşmur. Nə göndərilmiş bir peyğəmbəri, nə də yaxın bir mələyi, nə salih insanı, nə daşı, nə ağacı, nə günəşi, nə ayı, nə salih bir insanı, nə bir babanı, heç kimi Allaha ortaq qoşmamalıdır. Tək Allaha ibadət eləyib, ona heç bir şeyi şərik qoşmamalıdır. Və bunun da qısa tərifi odur ki, uluhiyyəni qul öz feillərində Allahı təkləşdirir. Rububiyyədə nə idi? Qul Allahın feillərində Allahı təkləşdirir. Uluhiyyədə nədir? Qul öz feillərində Allahı təkləşdirir. Yəni, bütün ibadətləri tək Allaha eləyir və Allaha heç bir şərik qoşmur. Bax, qısa olaraq belə.